السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين وعلى زوار الحسين. Assalamu aleykə ya Əba Abdillah. İki mübarək hərəm, iki mübarək günbəz. Biri Əbəlfəzl Abbas, digəri İmam Hüseyn əleyhissalam və bu gördüyünüz səhnə Beynül Hərəmeyndir. Beynül Hərəmeyn sadəcə iki türbə arasında məsafə deyil, o fədakarlığın, qardaşlığın, izzətin, şəhadətin simvoludur. Ziyarətçilər burada durub göz yaşları ilə İmam Hüseynin şəhadətini, Həzrəti Əbəlfəzl Abbasın əllərsiz qaldığını, Kərbəlanın ağrısını hiss edirlər. Bəziləri deyir, əgər cənnətin qapısı bu dünyada varsa, o da Beynül Hərəmeyndən açılır. Həyəcan dolu darıxan qəlblər və aram olmuş ruhlar yavaş-yavaş addımlayır şahın görüşünə. İmam Hüseyn əleyhissalamın mübarək hərəminə daxil olanda səni ilk qətligah qarşılayır. O çuxur yer, İmam Hüseyn əleyhissalamın mübarək başının bədənindən ayrıldığı yer. İmam Hüseynin ziyarətinin eşqi ilə ömrünü həsrətlə keçirən, hər göz yaşında onu xatırlayan, Kərbəla, bircə sənə gələydim, bircə səni görəydim deyən və nəhayət illər sonra o müqəddəs ziyarətə çatan hər bir zəvvarın unudulmayan görüşüdür bu anlar. Həsrətlə başlayan, ziyarətlə bitən ömür. Həsrətində olanların adından salam olsun sənə, ey haqqın bayrağını qaldıran. Salam olsun sənə, ey şəhidlərin sərvəri, ağam. Salam olsun sənə, ey qurbanların əzizi.